oyuncaqlar, müxtəlif məşğələlər və uşaqların marağına uyğun qurulan tədris mühiti. Məktəbəqədər təhsil uşaqların sosial bacarıqlarının formalaşdığı ilk yerdə. Bu dövrdə onların düşünmə, ünsiyyət və öyrənmə bacarıqlarının əsası qoyulur. Uşaqların ilk təhsil pilləsi sayılan məktəbəqədər mərhələ onların gələcək inkişafında mühüm rol oynayır. Müasir bağçalarda balacaların inkişafı üçün həm təlim, həm də oyun elementləri bir araya gətirilir. Bu dövrdə yaradılan tədris mühiti uşaqların həm fiziki, həm də intellektual inkişafına müsbət təsir edir. Tədris otaqları, oyun guşələri, yaradıcılıq və inkişaf məşğələləri üçün ayrılmış sahələr balacaların öyrənmə prosesini daha maraqlı və effektiv edir. 2-6 yaşlı uşaqlar bağçada bütün həyatı boyu yaşamağı üçün qazandığı bilikləri heç bir yaş dövründə qazanmırlar. Çünki onların diqqəti, beyni, təfəkkürü daha çox inkişaf eləyir. Tədris prosesində məntiqi təfəkkürün inkişafı, riyazi təfəkkürlərin inkişafıdır, ətraf aləmlə tanışlıq, rəsm, quraşdırma, ana dili, nitqi inkişafı tam məktəbə hazır vəziyyətdə verilməsinə yardımcı oluruq. Məktəbəqədər təhsil müəssisələrində normativ tələblərə uyğun yaradılan maddi-texniki baza uşaqların təhlükəsiz və səmərəli mühitdə böyüməsinə şərait yaradır. Həmçinin yeni təmir olunmuş dövlət bağçalarında belə kamera sistemlərinin quraşdırılması uşaqların təhlükəsizliyi üçün əsas normativ tələblərdən biri hesab olunur. Uşaqların rahat və təhlükəsiz mühitdə böyüməsi üçün məktəbəqədər təhsil müəssisələrində müəyyən standartlar tətbiq olunur. Təmirdən çıxmış məktəbəqədər təhsil müəssisələrində müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunublar. Hər birinin də kamera sistemi quraşdırılıb, proyektorlar, kompüterlər, yəni müasir tələblərə cavab verən bütün avadanlıqlarla təmin olunublar. Bütün bunlar dövlət bağçalarına olan marağı daha da artırır. Jalə Gözalova, Sabir Şahvələdov, Teli Səhər.